qutu, yoxsa da 20 manat pul mükafatı? Təbii ki 20 manat. Nə olub? Şey eləyir də 20 manat. Niyə 20 manat? Qutunun içindən videolarınıza baxmışam. Ha. Elə dəyərli hədiyyə falan çıxmır. Bəlkə də bu səfər dəyərli bir hədiyyə var. Necə sübut edərsiniz? Ancaq siz qutunu seçməklə sübut edə bilərik. İstəmirəm də 20 manat istəyirəm. 20 manat istəyirsiniz? Bəli. Məncə qutunu seçin. Bu səfər qutunun içinə çox dəyərli və möhtəşəm bir hədiyyə qoymuşam. İnanın mənə. İnanmıram. Yaxşı 40 manat verirəm. Amma 40 manat verirəm da sizə. Aha. Yenə də qutunu seçməsiz. Biraz fikirləşəndə, yəni demək ki, qutunun içində çox qəşəng hədiyyə var ki, 40 manata seçirsiniz. Bəlkə qutunu seçim. Nə bilim fikir sizindir. Bəlkə də məncə də qutunu seçin. Qoy 40 manat da mənə qalsın. Yaxşı, qutunu seçirəm. Qutunu seçirsiniz. Alın açın baxın görək nə çıxır. Ay, heyecanlandım. Nə çıxdı? Gəlin göz. Mənim telefonuma da uyğun deyil. Nəyim siz dediniz Çox ki, fikirləşmisiniz bunu alanda. Dediniz ki, mən qutunu seçirəm. Mənim 20 manat, mənim 40 manatımı verin. Sizin 40 manatınız nə olur? Mənim 40 manatımdır. Siz qutunu seçirsiniz. Siz mənim fikrimdən daşındırdınız. Mənim 40 manatımı istəyirəm. Peki dostlar, mən 40 manatımı istəyirəm. Siz mənə 40 manat vermişdiniz ki, 40 manatınızı da istəyəsiniz. Mən birinci 40 manatı seçmişdim, qutunu yox. Nə bilirsiniz? Əkizlər. Hiss olunur, əkslər olduğunuz fikrinizi tez dəyiş. Amma bu 40 manat sizin ola bilər. İstəyirsiniz? Bəli. TikTokda məni izləyirsiniz. Xeyr. Təəssüflər ki, bu 40 manat sizin ola bilməyəcək, çünki mənimdir. Qalın. Və içindəki hədiyyəni götürmürsünüz. Çox sağ ol. Niyə? İstəməz. Telefonuma da uyğun deyil. Heç nə, sağ ol.